Biri soruşa bilər ki, Rəşad qardaş, sual. Nadir, sual. Rəşad qardaş, Allah barəsində biz səninlə düşmək. Niyə böyük günah? Niyə ən əzəmətli günahdır Allah yanında? Bu niyə günah olur? Niyə günah olsun ki? Biz səninlə kim bir misal deyə bilər? Məsələ, mən öləcəm, Allah məni bağışlamayacaq. Qardaş, bu zəndir Allah haqqında. Bu ediləsi zəndir Allah haqqında. Yox, qardaş. Yoxsa yaxşı zəndir bu. Məni az qoyacaq tutar. Əhsən. Evlad, 3-cü uşaq oldu. 4-cüdür. Qız oldu. Allahu Akbar, pis səninə düşüb Allah haqqında. Qorxur. Ruzidən qorxur. Daralmasından qorxur Ruzini. Çoxdur belə misallar. Adamlar günah eləyir. Deyir, kitabın bağlandı. Qardaş, nə olub, nə eləmirsən? Deyir, şəkərdə, vallahi 40 yaşım var. 40 yaşa kimi bu. Allah mən... Nə Allah mən, qardaş? Sən nə danışırsan? Sən bilirsən kimdir Allah? Dedi, yaxı, elə adda, fikir ver, elə adları, elə sifətləri var ki, haqq edir. Ki, bir saniyə ümidini üzməyəsən ondan. Həxi, o da Allah. Dayıb, pis zən nəyə görə olub? Ən böyük əzəmətli günah kim bilir? Ona görə ki, fikir verin, İmam İbn Qeym Rahiməhullah deyir ki, ona görə ki, Allah barəsində pis zənn edən, onun kamilliyinin, müqəddəs zatının əksini, xilaf, əksini zənn edib ona görə. O, ad və sifətlərini pozduğu üçün, ad və sifətlərini pozduğu üçün nə deməkdir? Ad və sifətləri bunu tələb edir ki, yaxşı zənn edəsən. Sən pis zənn edərək Allahın ad və sifətlərini naqid eləyirsən, ən böyük günaha düşürsən axı. Mən bir dəfə danışmışdım bunu, şeyxlərdən biri danışır. Allah bir qadının körpə uşağını əlindən alır. Vermişdi, aldı, düzdür? Ödə bilər yoxsa kim vermişdi ki? Kim bəxş etmişdi? Vahhab olan Allah subhanahu wa ta'ala körpə uşağı idi, alır, öldürür yəni. Qadının Allaha qəzəbi tutur. Və pis şeylər deyir. Yəni, mənimkindən başqasını tapmadım, o belə deyinirlər, nə olmuşdu, mənim uşağım xəstələnməli idi, gəldi məni, bu xəstəliklə gəldi, niyə bizi tapdı və s. bu kimi şeylər. Deyir, o gündən sonra qadın, o əvvəl qadınla papaqlar olurdu, dimdikli, o belə uzun, qadınlar koyurdular. Ondan sonra bayra çıxanda onunla çıxır. Niyə? Başını qaldırıb göyə baxmasın ki, qəzəbi tutub Allaha. Pis sənə bax bir dənə.